Sizcə boşanmalara səbəb nədir? Bugünkü boşanma halları da qısa müddətdə ortaya çıxan hallar deyil. Boşanmaların sayının azalması üçün edilən təkliflərdən biri də o idi ki, tərəflər cərimə edilsin. Partnyor dəyişmirlər, bir-birinə xəyanət eləmirlər, amma 3 aydan sonra ayrılırlar. O qadın başqa kişi ilə münasibətdə olur, o kişi başqa qadınla münasibətdə olur. Mediasiya bu prosesə necə təsir göstərdi? Gözlənilən effekti verə bildimi? Öncə sosial rifah təmin olunmalıdır. Ondan sonra biz nəticəyə baxmalıyıq. Erkən nikah hallarının qarşısını almaq üçün, məişət zorakılıq faktlarının qarşısını almaq üçün əsaslı dəyişikliklərə gedildi. Mənəvi olaraq məcburiyyət baskısı var ki, boşanma doğru deyil. Zorakılığa məruz qalan şəxslər uşaqlar və qadınlardır. Bəs kişilərin aliment tələb etmə faktı varmı? Absurd hesab edirəm. Zorakılıq törətmiş şəxs sizcə mediasiyada gedib barışıq əldə edərmi? Etməz. Ailə institutunu qorumaq üçün dövlət konkret olaraq hansı addımlar atır? Onun özü belə bizim xalq üçün, bizim cəmiyyət üçün bir mesajdır. Hesab edirəm ki, bizim ölkəmiz üçün çox gözəl bir ailə institutumuz var. Bunu milyonlarla insan qarşısında deyə bilirik ki, boşanma faciə deyil. YouTube kanalımıza abunə olun.